Kainatın sənə göndərdiyi işarələr. Gəl bu dəfə buna baxaq. Son zamanlar eyni rəqəmləri, yuxuları və təsadüfləri çox görürsənsə, bu açılım həmin işarələrin mesajını açıqlayacaq. Gəl baxaq. Hazırda sənə hansı əsas mesaj göndərilir? Belə baxaq. Telefonda, maşın nömrələrində, saatda təkrarlanan rəqəm görürsənsə, gəl baxaq. Təkrarlanan rəqəmlər sənə nəyi göstərir? Yuxular görürsənsə, anlamını bilmədiyin, gəl baxaq. Yuxuların altında hansı mesaj var? Və birinə də baxaq. İntuisiyan sənə nə deməyə çalışır? Gəl bir baxaq, sonra yenə davam olacaq bu sualların. Deməli belə, hazırda sənə hansı əsas mesaj göndərilir? Əsas mesaj, oy. Əsas mesaj odur ki, güc səndədir, qüvvət səndədir və inan ki, xəyal etdiyin hər şeyi gerçəyə dönüşdürə bilərsən. Enerjinin yüksək olmağını, kainatla bağının güclü olmağını göstərmək istəyir sənə. Belə deyim, mesaj budur ki, arzuladığın hər şeyi həyatına çəkə bilərsən. Ehtiyatlı ol dediyin sözlərə, işlətdiyin cümlələrə, özünlə əlaqədar və ya başqaları ilə əlaqədar. Dediyin hər şeyi, düşündüyün hər şeyi həyatına çəkirsən və ona görə də yaxşı şeylər düşünməlisən. Yaxşı, belə deyim də, sözlər özün üçün işlətməlisən. Bəzən olur, insan özü haqqında negativ cümlələr işlədir. Hətta zarafatla olsa belə eləmə. Okey, gəl baxaq, təkrarlanan rəqəmlər sənə nəyə göstərir? Təkrarlanan rəqəmlər də sənə, belə deyim də, həyatına axtardığın, gözlədiyin bir sevgini, bir yüksəlişin yaxınlaşdığını göstərir. Burada daha çox sevgi enerjisi var, daha çox arzusunda olduğun münasibət, ilişki enerjisinin sənə artıq yaxınlaşdığını göstərir. Çünki münasibətlə əlaqədar, sevgi ilə əlaqədar, burada kartlar deyir ki, bütün xəyalların gerçəkləşir. Bunu sənə demək istəyir. Gəl baxaq, bəs yuxuların altında sənə hansı mesaj var? Yuxuların altında sənə maddiyatla əlaqədar mesaj var. Yəni, hal-hazırda nə isə düşünürsənsə, özünlə əlaqədar, maddiyatınla əlaqədar, pul həyatından əlaqədar, onun üzərindən artıq hərəkətə keçməlisən. Yəni, yuxuların sənə mesaj odur ki, fikirlərinin üzərində hərəkətə keç. Okey, gəl baxaq, bəs intuisiyan sənə nə deməyə çalışır? İntuisiyan sənə nə deməyə çalışır? İntuisiyan sadəcə hisslərin daha da çox açılır, belə deyim. İnsanları daha yaxşı artıq sezməyin var burada. İnsanları, düşüncələri, yalanları daha çox sezməyin və sənə, belə deyim də, şəffaf yanaşmayan, dürüst yanaşmayan insanları sezirsən artıq və sezdikcə də artıq o enerjidən və o insanlardan uzaqlaşmalısan. Bunları. Gəl indi bir dənə də maraqlı bir sual verək, indi ağlıma gəldi. Hansı həqiqəti görmək istəmirsən? Gəl buna baxaq. Hansı həqiqəti görmək istəmirsən? Həqiqət bilirsən nədir? Sən adətən daima başqalarını dəstəkləyirsən, amma özün təksən, tənhasan. Münasibət olaraq, emosiya olaraq, ilişkidə olsun. Məsələn, münasibətdəsənsə, sən enerjini daha çox qarşındakı insana verirsən, bütün enerjini, gücünü, amma qarşılıq almırsan. Dostluqda olsun, işdə olsun. Yəni, sən hamını dəstəkləyirsən, amma sən özün təksən, özün tənhasan və özün heç dəstək istəmirsən, dəstək gözləmirsən. Belə bir şey var ki, bu həqiqəti görməlisən ki, başqalarını dəstəkləməkdən əvvəl özünü dəstəkləməlisən. Öz fikirlərini, öz həyatını, öz yolunu, yəni başqalarını o qədər düşünmüsən ki, özünü unutmusan. Bu həqiqəti görmürsən, özünü yada sal, nə istədiyini. Gəl baxaq, bəs hansı qərarın təsdiqini alırsan mesajlarla, hansı qərarın təsdiqini alırsan? Hansı qərarın təsdiqini alırsan? Bu, belə deyim, bəzilərinizdə münasibətlə əlaqədardır. Hansısa bir qərar vermisənsə, məsələn, bu münasibət səni üzürsə, incidirsə, fikirləşirsənsə ki, getmək lazımdır bu münasibətdən. Gələcək görmürsən əslində gedişata baxanda, amma nəyəsə görə qopa bilmirsən, onun təsdiqini alırsan ki, bəli,
getməlisən. İşinlə əlaqədar da ola bilər. Məsələn, uyğun olmayan bir işdir səndə. O işi, yəni uzaqlaşdırmalısan, o işdən uzaqlaşmalısan. Çünki sənin üçün yeni bir yollar açılır. Bunun təsdiqini alırsan. Əgər bitirmək istədiyin bir şey varsa, bitirməlisən. Okey, bəs buna baxaq. Bəs ruhani olaraq, ruhsal olaraq hazırda hansı mərhələdəsən? Ruhsal olaraq hazırda hansı mərhələdəsən sən? Ruhsal olaraq hazırda belə deyim də, bütün sualların cavabının öz içində almaq mərhələsindəsən. Təklik mərhələsindəsən. Öz işığını yandırmaq mərhələsindəsən. Çünki burada bitmiş ilişkilər ola bilər, səni incidən hadisələr, insanlar ola bilər. Tənhalaşırsan. Tənhalaşmaq, amma pis mənada tənhalaşmaq deyil. Bütün cavabların özündə olduğunu anlamaq etabındasan nəticə olaraq. Bu dəqiqə gəl yenə baxaq. Yəni Ergin belə deyim də, daha çox nə deyirlər, ay Allah buna, neysə unutdum, neysə в общем, bütün cavablar sənin özündədir əslində, ruhsal olaraq, yəni bu etapa keçirsən. Hansı qabiliyyətin güclənir, bəs gəl buna baxaq. Hansı qabiliyyətin güclənir, hansı qabiliyyətin güclənir? Hal-hazırda əslində hansısa qabiliyyətinin güclənməyi üçün ədalətsizlik yaşadığın durumdan çıxmalısan. Çünki ilahi ədalət səni qoruyur bu dəqiqə. Allahın qoruması altındasan bu dəqiqə. Çünki burada bu çıxır. Güclənən bir qabiliyyətin haqq ədalət duyğusudur. Yəni əvvəllər məsələn ədalətsizliyə, haqsızlığa ya özünə qarşı necəsə susurdunsa, indi artıq susa bilmirsən. Haqsızlıq yaşayanda artıq susa bilmirsən və mübarizə aparırsan. Haqq, ədalət uğrunda mübarizə aparırsan. O güclənir səndə hal-hazırda və bəzilərinizdə 6-cı hissləriniz varsa, hansısa enerjiniz varsa, o da sizdə güclənir. Gəl buna baxaq. Bəs nədən qorunursan? Bu dəqiqə, məsələn, sən bilmədən də, sənin xəbərin bəlkə də yoxdur, amma nədən qoruyur Allah səni, kainat, yaradan enerjilər, nədən qorunursan? Nədən qorunursan? Hazırda bir qadın var ki, sənə negativ göndərmək istəyən və yaxud da ki, sənin resursunu, sənin ruzunu oğurlamaq istəyən, sənin işində, maddiyyatında problem yaratmaq istəyən, o qadının sənə, belə deyim də, negativlərindən hazırda qorumadasan. Çünki o qadın bir şəkildə səninlə təmas yaratmaq istəyə bilər, bir şəkildə sənin enerjinə kanal açmaq istəyir və ondan qorunursan. Okey, gəl baxaq, qarşıdakı ayda hansı işarəni görəcəksən? Son sualımızdır. Neçə sual oldu, heç bilmirəm. Qarşıdakı ayda hansı işarəni görəcəksən? Gəl buna baxaq. Qarşıdakı ayda hansı işarə görəcəksən? Qarşıdakı ayda artıq belə bir işarə görəcəksən ki, artıq vaxtıdır, artıq hərəkətə keçməlisən, hər şey yolundadır, artıq sən tamamlanmısan və artıq yeni yollara atıla bilərsən. Bu qədər. Gəl belə deyək, hər təsadüfü də mütləq ki, fövqəltəbii mesaj kimi qəbul eləmək lazım deyil. Prosta işarələri gündəlik həyatında real hadisələrlə, nə bilim, davranışlarla birlikdə qiymətləndirməlisən və olumlama məsləhəti verim sizə. Yəni, bütün işarətlərlə, kainatdan gələn işarətlərlə əlaqədar belə bir olumlama eləyə bilərsən ki, mən daxili səsimi sakit və aydın şəkildə eşidirəm. Mənə gələn mesajları müdrikliklə alıram. İntuisiyam, sezgilərim, məntiqim mənə doğru yolu göstərir. Bir də ki, istəyirsənsə dualarla qorunmağı seçən insanlar üçün Fatihə surəsi var. Bütün hərəkətlərində, addımlarında doğru istiqamət, aydınlıq və xeyirli rəhbərlik üçün daimi olaraq bu duanı ya özün səsləndirə bilərsən, oxuya bilərsən və yaxud da ki, dinləyə də bilərsən. Belə, aldım, qəbul edildim, yaz ətraflı baxım üçünsə profildəki nömrə ilə əlaqə saxlayın.